İnsan çox vaxt tənbəllik eləyir, səhər tezdən durmaq istəmir, idmanla məşğul olmaq istəmir, öz səhhətinə diqqət yetirmək istəmir. Amma insan özünü məcbur eləməlidir. Məcbur eləməlidir bir müddət. Ondan sonra bunlar hamısı adət halına keçir. Səhər tezdən durmaq lazımdır. Şəxsi gigiyenasına insan fikir verməlidir, yuyunmalıdır, duş qəbul eləməlidir, dişini, dilini təmizləməlidir, burnu duzlu suyla meti eləməlidir və s. və s. Bunları insan bir müddət, yəni insan özünü məcbur eləməlidir. Eyni zamanda da praktikalar, yoga praktikaları eləmək özünü insan bir müddət məcbur edir. Bəli. Ondan sonra bunlar hamısı adət halına keçir. Çünki bunları biz eləməsək, biz öz sağlamlığımızı qoruya bilmərik. Yəni bizim sağlamlığımız bizim məsuliyyətimizdir, əziz dostlar. Ona görə bunları eləmək hər birimizə tövsiyə olunur. Eləyək, sağlam olaq, səhhətimizə fikir verək, qidamıza, sağlam qidamıza fikir verək ki, yəni dünyamız streslə doludur, əziz dostlar. Yalnız səhhətimizə fikir verməklə biz bunlara tab gətirə bilərik, bütün bu streslərə tab gətirə bilərik, əziz dostlar. Əks halda insan haldan düşür və insan yəni dərmanlar başlayır, dərmanlar içməyə və s. Sağlamlıq əldən gedir. Ona görə əziz dostlar, yenə təkrar edirəm ki, bizim sağlamlığımız bizim məsuliyyətimizdir. Qoşulun bizə, praktika eləyin, sağlam olun.